Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun vətəndaşlarla yerlərdə keçirdiyi səyyar qəbul görüşləri davam etdirilir. Şəhər sakinlərinin müraciətlərini birbaşa dinləmək, onları narahat edən problemləri yerində araşdırmaq və həll istiqamətində operativ addımlar atmaq məqsədi ilə növbəti səyyar qəbul Sumqayıt şəhərinin 2-ci mikrorayon ərazisində təşkil olunub. Keçirilən görüşdə Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovla yanaşı şəhər icra hakimiyyətinin məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, müharibə qaziləri və yerli sakinləri iştirak ediblər. Səyyar qəbul zamanı şəhər rəhbəri vətəndaşları fərdi qaydada qəbul edərək onların müraciət, təklif və problemləri ilə yaxından tanış olub. Zakir Fərəcov bildirib ki, Sumqayıt şəhərində vətəndaşlarla mütəmmadi görüşlərin keçirilməsi əsas prioritetlərdəndir və sakinlərin ərizə, şikayət və təkliflərinin vaxtında və qanunvericiliyə uyğun şəkildə həll edilməsi üçün ardıcıl tədbirlər görülür. Qəbul zamanı sakinlər tərəfindən sosial müdafiənin gücləndirilməsi, mənzil məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq, eləcə də digər sosial və kommunal məsələlərlə bağlı müraciətlər səsləndirilib. Qaldırılan məsələlərin əhəmiyyətli bir hissəsi yerindəcə həllini tapıb. Əlavə araşdırma tələb edən müraciətlər isə aidiyyatı qurumların rəhbərlərinə tapşırılaraq nəzarətə götürülüb və onların operativ şəkildə mövcud qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq göstərişlər verilib. Günay Hüseynova, Şəmistan Fikrətli, Elbrus İsmailov bugün informasiya proqramı üçün.